Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidi barəsindədir. Ötən bəhsimizdə biz imamət məsələsi barəsində siz əzizlərlə qısa olaraq müzakirə etdik və dedik ki, ümumi olaraq imamət məsələsini biz iki hissəyə bölə bilərik. Birinci hissə ümumi imamətdir. Ümumi imamət dedikdə biz burada hər hansı bir şəxsin imamlığından deyil, İmamət məsələsi üçün lazım olan mövzuları müzakirə edirik. Məsələn, bunlar imam sözünün leksik mənası, terminoloji mənası bu kimi məsələlərdir. Və dedik ki, ümumi olaraq 4 məsələ ümumi imamət məsələsində müzakirə oluna bilər. Onlardan biri imam nədir? Yəni imam sözünün terminoloji və leksik mənası. İkincisi həlil imam, imam varmı? Yəni imamın varlığı məsələsini müzakirə edir. Üçüncüsü, niyə imam vardır sualıdır? Limə yəcibül vücudul imam. Və dördüncüsü isə keyfəl imam. İmam necə olmalıdır? Bu, ümumi imamət məsələsinə işarə edən əsas mövzulardır və siz əzizlərlə birinci mövzu barəsində keçən bəhsimizdə müzakirə etdik. Yəni, imam sözünün leksik və terminoloji mənası. Və dedik ki, ümumi olaraq bütün demək olar ki, məzhəb alimlərinin ittifaq etdiyi təriflərdən də biri budur ki, imamət Peyğəmbərdən sonra bir şəxsin dünyəvi və uxrəvi rəhbərliyidir. Yəni, Peyğəmbərdən sonra bu İslam dininə müəyyən şəxslər rəhbərlik edəcək. Bu etdikləri rəhbərlik həm dünyəvidir və eyni zamanda həm uxrəvidir. Yəni, insanların həm dünyəvi məsələlərini təmin edir və eyni zamanda axirət yönlü məsələlərini də tərif edir. Biz bu məsələni geniş formada açıqda görürük ki, ümumən imam üçün müəyyən bir mənsəblər, müəyyən bir məqamlar təyin olunub. Və bu məqamlar Peyğəmbərin məqamından əxz olunub. Buna görə biz ilk növbədə Peyğəmbərin məqamı barəsində bir ümumi təsəvvürə sahib olmalıyıq ki, Peyğəmbərin hansı məqam və mənsəbləri var idi. Ümumi olaraq Peyğəmbəri biz bir neçə cəhətdən mənsəbini müzakirə edə bilərik. Onlardan biri budur ki, Peyğəmbər bir cəhətdən Allahdan vəhy alan şəxs idi. Digər bir tərəfdən o bir insan idi. Yəni biz ilk olaraq Peyğəmbərin mənsəbini ümumi olaraq iki formada müzakirə edə bilərik. Bir, Peyğəmbər bir insan idi və ikinci tərəfdən Peyğəmbər bir elçi idi. Peyğəmbərin insani cəhətini biz məsələn deyirik ki, Peyğəmbərin özünə məxsus bir təbi var idi. Peyğəmbərin özünə məxsus bir zövqü var idi bu şəxsi həyatına. Amma Peyğəmbərin risalətinə aid olan məsələ bu idi ki, Peyğəmbər insanlara Allahın dinini çatdırmalı idi. Yəni, Peyğəmbərlik, risalət mənsəbində idi. Daha sonra biz görürük ki, Peyğəmbər sadəcə çatdırmırdı. Mədinədə hakimiyyət qurmuşdu, qazilik mənsəbi var idi. Yəni, insanlar arasında hökm verirdi. İnsanlar arasında bu hökmü Qur'an-ı Kərimə və öz sünnəsinə əsaslanırdı. Demək, Peyğəmbər bir hakim idi və hakimlik məqamında həm Qur'an-ı Kərimə, yəni açıq vəhyə, həm də öz sünnəsinə ki, Allah tərəfindən imzalanmışdı, o əsasda hökm verirdi. Demək, Peyğəmbərin Peyğəmbərlikdən sonra ikinci mənsəbi onun hakim olmasıdır. Hakim olması yəni nə? Yəni, insanlar arasında Qur'an və öz sünnətinə əsasən hökm etməsi. Peyğəmbərin üçüncü rəhbərliyi, mənsəbi bundan ibarət idi ki, Peyğəmbər hər hansı bir məsələnin icrasında hökm verirdi. Yəni, yalnız qəzavət deyildi, yalnız şəxslər arasında mühakimə etmirdi, özü də hökm sadir edirdi. Bu hökm bir cəhətdən Qur'an-ı Kərimə əsaslanırdı, bir cəhətdən öz sünnətinə və yaxud ictimai, siyasi tələblər əsasında bu baş verirdi. Peyğəmbərin digər mənsəbi bundan ibarət idi ki, Qur'an-ı Kərimi bəyan edir, yeni məsələlər qarşısında ümmətini maarifləndirirdi. Baxın, bunlar ümumi olaraq biz
belə mənsəblərə bölə bilərik ki, Peyğəmbərin siyasi və ictimai rəhbərliyi var idi, mənsəbliyi var idi. Dini mərcə və hökm cəhətdən mənsəbi var idi və eyni zamanda vəhyin təfsiri, təbyini, bəyan etməsi onun üzərində var idi. İndi bir şəxs ki, Peyğəmbərin canişinidir, yəni Peyğəmbərin mənsəbləri üzərində oturur, Peyğəmbərin sahib olduğu mənsəb üzərində gəlir. İndi bu hansı mənsəbləri əhatə etməlidir? Bütün müsəlmanların ittifaqı budur ki, Peyğəmbərin xətmi ilə artıq vəhy sona çatmışdır. Yəni, hər kim Peyğəmbərin yerinə gəlsə, ona Allahdan vəhy gəlməyəcək, yəni şəriət ona gəlməyəcək. Bəs yaxşı, Peyğəmbərin yerində oturan şəxs aya siyasi hakimiyyətə sahib olurmu? Təbii olaraq bəli. Yəni, bir şəxs Peyğəmbərin yerində oturursa, insanlar siyasi və ictimai cəhətdən artıq onu rəhbər bilirlər. Və bu siyasi rəhbərlik demək olar ki, hər bir insanda potensial olaraq mövcuddur. Yəni, biz kənardan bir şəxsi də bu günlərim rəhbər seçsək, desək ki, ey insanlar, bu sizin artıq rəhbərinizdir, insanlar buna tabi ola bilir. Demək, birincisi, Peyğəmbərin rəhbərlik mənsəbi var idi siyasi baxımından, onun yerinə gələndə bu mənsəb ola bilər. İkincisi, dedi ki, Peyğəmbər vəhyi izah edirdi. Yəni, İslam məarifini, yeni gələn şübhələri, yeni gələn sualları açıqlamalıydı. Yəni, elmi mərcəyi var idi. Elmi cəhətdən insanlar onun yanına gəlirdi. İndi ikinci sual budur ki, Peyğəmbərin yerində oturan şəxsdə gərək bu elmi qabiliyyət olar. Elm əvvəlkindən fərq edir. Yəni, bir şəxs bugün rəhbər olan kimi alim ola bilməz. Yəni, alimliklə o siyasi rəhbərlik fərq edir. Siyasi rəhbərlik dediyimiz kimi, yəni, hər bir şəxsə bu potensial ola bilər. Yəni, biz ona səs veririk və yaxud onu seçirik və yaxud o özü gəlir iş başına, olur siyasi cəhətdən rəhbər. Amma bu siyasi rəhbər olan kimi alim də olur, alimlik üstad buna verilir. Biz görürük ki, bu olan deyil. Çünki alimlik bir batini, mənəvi sifətdir ki, o qabaqdan gələ bu şəxsdə hasil ola. Üçüncü xüsusiyyət bu idi ki, Peyğəmbər özü ilahi vəhyi açır və o dərin mənalarını ümmətinə bəyan edirdi. Yenə də biz görürük ki, bir şəxs sadəcə canişin seçilsə, bu mənsəb ona çata bilməz, ona yetişə bilməz. Belə olan halda Şiə deyir ki, bu imam ki, Peyğəmbərin yerində gətirib oturacaq və Peyğəmbərin mənsəbinə sahib olacaq, üsul-i dini bir məsələdir, yəni etiqadi bir məsələdir. Amma əhl-i sünnə sadəcə bunun o siyasi rəhbərliyini sadəcə ləhaz etdiyi üçün, nəzərə aldığı üçün əhl-i sünnə deyir ki, xeyr, imamət məsələsi firud dinə aiddir, dinin ikinci, yəni əməli sahəsinə, mükəlləfin əməlinə aiddir, yəni insanların əməlinə aiddir, etiqadına aid deyil. Biz məsələn geniş formada sizin ixtiyarınıza buraxırıq ki, siz özünüz müqayisə edin. Əgər bu imam Peyğəmbərin yerində oturacaqsa, onun mənsəbini daşıyacaqsa, aya Peyğəmbərin özü etiqadi bir məsələdir, yoxsa fər'i, furu-i dinə aid olan bir məsələdir. Çünki hər kim gəlsə bunun yerində oturacaq. Peyğəmbərə aid olan məsələ heç şübhəsiz bunun da canişinə, yerində oturan şəxsə aid olmalıdır. Buna əsasən Şiə məzhəbinə görə imamət üsul-i dindəndir, yəni dinin əsasından biridir. Əhl-i sünnə məzhəbinə əsasən imamət anlayışı üsul-i dindən deyil və eyni zamanda furu-i dindəndir. Buna görə Şiə imaməti əqidə kitablarında bəhs edir, üsul-i din kitabında bəhs edir. Əhl-i sünnə isə imaməti furu-i dində bəhs edir. Əgər hər hansı bir əhl-i sünnə imamət məsələsini
Üsul-i dində bəhs edirsə, bu şiəyə görədir. Yəni şiəyə cavab vermək üçün peyğəmbərlik mövzusundan sonra imamət mövzusunu açır. Yoxsa əgər onların özünə qalsa, imamət məsələsi furu-i dinə, yəni namaz, oruc, həcc kimi məsələlərə aid olan bir məsələdir. Lakin mən dedim ki, şiələr nəyə görə və nəyə əsasən imamı üsul-i dindən bilir və peyğəmbərlik anlayışından, etiqadından sonra bunu bəhs və müzakirə etmişlər. Biz gələn müzakirəmizdə inşallah imamın vacibliyi məsələsindən müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.